Ramiz məsələsi artıq bir şouya çevrilir. Yavaş-yavaş bundan şovmenlər istifadə eləməyə başlayırlar. Mənim gəldiyim bu 3-4 gündə oxuduqlarımdan gəldiyim qənaət nədir? Ramiz Mehdiyev yazır ki, Rusiya satdı. Güya Ramiz Mehdiyev İlham Əliyevin təyyarəsini vuracaqmış. Nə bilir, onu vuranmayıb gəlib bizim bu təyyarəmizi, bunu da bağladılar Ramiz Mehdiyev. Bayaq baxıram Facebookda bir yaxşı bir status paylaşıb biri. Deyir ki, indi biraz da belə getsə deyəcəklər ki, İmam Hüseyni də qətlə yetirən şeydir. Ramiz Mehdiyev. Yəni bura qədər gedirlər. Bu da nə ilə bağlıdır dostlar? Ruslar heç vaxt, tək Ruslar, ümumiyyətlə dövlətlər öz agentlərini ifşa eləyərlər, eləməzlər. Bu bir sualdır. Eləyərlər. Qurtlar Vadisi filminə baxanlar xatırlayırlar. Bu Ergenekon, nə bilim nə, bunların o şeyləri hamısı aşkara çıxandan sonra Polad Ələmdar ki, bunları üzə çıxardır. Orada Feller çıxır ortalığa. Amerika Birləşmiş Ştatlarının Orta Doğudakı, Yaxın Şərqdəki əsas aparıcı adamı. Fellerə sual verirlər ki, bəs Polad Ələmdar bizim bu qədər deməli, sistemimizi çöktürdü. Siz niyə buna göz yumdu? Bir Polad Ələmdarı öldürmək bu qədər mi çətindir? Dedi, yox, biz onu öldürmək istəmirdik ki. Bizə lazımdır ki, bir Polad kimi bir qəhrəman yaradaq. Baxın ha, bir qəhrəman yaradaq ki, o qəhrəman həm türklərin qəhrəmanına çevrilsin, Türk dövlətinin, həm də köhnə sistemimiz artıq yenisini əvəzlənir deyə onu yem kimin vermək. Yəni biz köhnə sistemi yem veririk ki, yeni sistemindən biz başlayırıq işə. Onun orada da həmin o qurbanlıqlardan kim olur olsun fərq eləmir. Dövlətlər üçün fərdlər elə bir önəm daşımır. Dövlətlər üçün onların qurduğu sistem işləməlidir. Və bu adamları o sistemə götürəndə də bunlara deyirlər ki, yəni sabah səni yeyəcəyik ha öz içimizdə. Yesək, narahat olma. Və o adam yeyilməyə razı olur ki, sonra gedir orada hansısa nələrsə imza atır, olur onlardan biri. Ramiz Mehdiyev artıq 87 yaşına çatıb. Ramiz Mehdiyev bundan sonra dövlət çevrilişi eləmək, orada hakimiyyətə adam gətirmək, yaxud da özünü prezident elan eləməsi bu nağıldır. Bunu hər kəs bilir ki, bu nağıldır. Burada əsas sual çıxır ortalığa, başqa bir sual çıxır. Ramiz Mehdiyev dövlət çevrilişi eləyib kimi hakimiyyətə gətirmək istəyirdi? Ramiz Mehdiyevin Daxili İşlər Naziri kimidir? Milli Təhlükəsizlik Naziri kimidir? Baş prokuroru kimidir? İqtisadiyyat Naziri kimidir? Maliyyə Naziri kimidir? Vergilər Naziri kimidir? Fikrin zatı, Diaspora Komitəsinin sədri kim olacaq? Ramiz Mehdiyevin hakimiyyətində olan parlamentin sədri kim olacaq? Deputatlar kim olacaq? Prezident administrasiyasının rəhbəri kim olacaq? Müşavirlər kim olacaq? Qardaş, Ramiz Mehdiyev çevriliş eləmək istəyirsə, bunlara sahib olmalıdır. Yəni bir adamın hakimiyyətə gəlməsi üçün onun mütləqdir ki, bir qrupu olmalıdır. Arxasında duran, bunun hakimiyyətini gələcəkdə yönəldə bilən bir qrup olmalıdır. Kimdir bu qrup? Ramiz Mehdiyev həbs olunandan bu günə qədər hələ bir nəfərin adı açıqlanmayıb. Sadəcə mətbuat üzərindən cəmaət bir-birini qırır. O deyə filan kəs onun adamıdır, bu deyə filan kəs bunun adamı. O deyə yox, mən o adamı deyirəm. Və hamısı deyir, filan kəs yazır, filan kəs. Məsələn, Ramiz Mehdiyevlə bağlı xoş sözlər yazıb. Əvvəla Ramiz Mehdiyevlə bağlı xoş sözləri hər kəs yazıb. Hər kəs. Yazmayan adam yoxdur. Niyə də yazmasınlar? Prezident administrasiyasının rəhbəri idi. Bu qədər vəzifə adam təyin edirdi. Və təbii ki, kimlər ki vəzifə istəyirdi, onlar Ramiz Mehdiyevə məktubu da yazardılar. Ata da deyəcəklər, dədə də deyəcəklər, əmi də deyəcəklər, kirvə də deyəcəklər, qardaş da deyəcəklər, xala da deyəcəklər, bibi də deyəcəklər. Burada qeyri-adi nə var ki? Əsas məktubu yazanlar deyil. Əsas arxa planda Ramiz Mehdiyevin siyasətini həyata keçirənlərdir. Bu adamlar üzə çıxmalıdır. Yoxsa Müsahibə Qafarova bizim parlamentin sədri burada Primakova gün keçirdirdi. Universitetdə. Xəzər Universiteti, hansı universitetidir orada? Primakova günü keçirdirdi. Niyə məsələn Müsahibə Qafarova bu qədər gündəmə gəlmir? Mən o gün Hacı Bala Abdalibov ilə bağlı dedim. Hacı Bala Abdalibov niyə gündəmə gəlmir? Bu adamlar üzdə əslində özlərini ilhamçı göstərib, heydərsi göstərib, əslində arxada ağalarına sədaqətlə qulluq eləyən qullar idi. Kifayət qədər adam var burada. İndi bayaq Elmar Məmmədyarovu vururlar bir yüzdən. Elmar Məmmədярov Ramiz Mehdiyevin adamıdır. Elmar Məmmədярov müsahibə verir ki, qardaş, mən heç bir şey demirəm. Son 6 ildə bir dəfə də olsun Ramiz Mehdiyevlə nə telefonla, nə ev telefonla, nə dostanışla əlaqə saxlamamış. Əgər bir adam tapsa ki, mənim bu adamla bir dənə əlaqəm var, mən istənilən cəzaya razıyam. Və biz elə fikirləşirik ki, əgər Elmar Məmmədярov Rusiyanın adamısa mütləq Ramizə işləməli. Yox. Rusiya böyük bir dövlətdir. Heç vaxt yükünü bir gəmiyə yükləməz. Yəni, bugün durduğu yerdə hər şey yüklənsin Ramizin belinə, Ramiz də səhər yıxılsın, ölsün,
Rusiyanın buradakı sistemi çözsün. Belə bir şey yoxdur. Ramiz Mehdiyev artıq öz vəzifəsini bitmiş, dönəmini bitirmiş, bitmiş bir insandır. Yəni, qurtlar süfrəsində belə bir şey var. Əgər qurtlar aclığa məruz qalarlarsa, süfrədə yeməyə bir şey taparlarsa, baxın ha, bunlar ciddi məsələlərdir. Yeməyə bir şey taparlarsa, ilk başlayarlar ən yaşlısından. Yaşlı qurt gələr uzanar qabağında hamısının. Deyək ki, məni yeyin, ki, ölməyin. Ta ki, axırıncı körpə, ən aşağı canavar qurt qalana qədər. Bütün yaşlılar yaşına görə özlərini qurban verərlər. Bu sistemlər də belə işləyir. Artıq Ramiz Mehdiyev yaşlı qurtdur. Bu yeyilmə vaxtı çatıb. Ramiz Mehdiyevi bu günlərin rahat şəkildə verdilər və onu yedirtdilər. Bitti Ramiz Mehdiyev. Bu o vaxtda ciddi bir sensasiya doğurar ki, Ramiz Mehdiyevin ətrafında olan adamlar onu hakimiyyətə gətirməyə cəhd edir. Yaxud da onun hakimiyyətə gətirdiyi adamlar ifşa olunur, həbs olunur, ciddi faktlar üzə çıxar. Bu başqa məsələdə deyərik ki, hökumət hansısa bir ciddi bir addım atır. Amma faktiki olaraq bugün bir həftədən çoxdur ki, Ramiz Mehdiyev olayı gündəmi zəbt edib. Mən düşünürəm ki, bu artıq getdikcə, nə deyir dostlar, bayaq dediyim kimi şouya çevrilir. Bu artıq reallıqdan çıxır. Reallıqdan çıxır. Ramiz Mehdiyevin malı, mülkü, əmlakı, indi bunları biz açıqlayacaq ki, bunlar da yem kimi verilir qabağa, verirsin, problem nədir? Nə var ki burada? Ramiz Mehdiyev 3-5 zavodu əlindən alınsa Mehdiyevin, nəsə dəyişəcəkmi? Ramiz Mehdiyev 40 ildir yığır. Ramiz Mehdiyevin bu zavodlardan bəlkə yüzlərlə zavodu var.